Felek zulmüne yandır. Bu nece dövür zamandır ki işim ahu fəqandır. Məni yandırma amandır. Gözümün eşki revandır. Ürəyim dop dolu qandır. Hamı qəmlən bu yamandır ki neçə əhli qələmlər buraxıb canıma qəmlər. Qarışıb dərd bəhəmlər. Ürəyim indi vərəmlər. Qazete jurnala bu küfür işiyəmlər. Necə cürətlilərə qəmlər. Yazılıb İslama sitəmlər. Eləyirlər ki gərək aləmi İslamda. Hər ölkədə, hər şəhərdə dinar ödirəmlər. Saçılıb məktəbin isvan açılıb qız balalar. Məktəbə hazır olalar, elmdə mahir olalar. Fəzidə bahir olalar, başdan ayağa gələr don. Gedələr məktəbə 10-10 tutala şiveyi bidət. Oxuyub nəvlə hikmət alalar dərsi təbabət. Bilələr cümlə kitabət, edələr yazmağa adət. İsmət, bata iffət, aman eyvah. Ay Allah, bu qövm oldu nə gümrah. Bu nə şiveyi ikrah, bu nə zümreyi bədxah. Salıb aləmə pərxaş, bunlarla ola kaş. Düşə başlarına daş. Xudaya bu nə güftar, nə rəftar, nə murdar, nə biyar, fənakarə. Bizi sövq eləmək, fikrinə amadə olublar, qıza lazımdır əcər bilmək. O da ev işi, paltar tikişi, köhnə yumaq, yunda aramaq, don yamamaq. Səhnü sıranı süpürüb, kasəni qabı üfürüb. Küftə kələm dolması, mət halvası, ət boz başı, yalı belaş. Eyrdəki təndir lavaşı eyləməyindəndir ibarət ki əgər bunları bilməsə eyb eləməz. Ancaq qıza ən lazım məli 1-2-3 məsələni bilməydir. Bilsə olur əmrə kifayət. Bir oldur ki gəlin getdi evdə bacarıb qaynataya, qaynanaya çımxıra bilsin ki ona söz deməyə bir kimsədə olmaya cürət. Bir də qayn ilə sahibi mabeyninə bir hadisəyi təfriq edir kim ona dair edə hilət ki 5 gündə çox ildən qazanılmış. Bu qədər mehrü məhəbbət ola təbdili ədavət. Biri həm axırı ən ümdəsi damda bacanın, həm xoxunun xortdanın adlarını bilməkdə gərək səyə də övrət. Nə qədər faydası var bu işin gər ola divgət ki əgər ağlayayan ki dəcəliyə də bir tifl nəhayət anası söyləsə bu adları fil fövr edər övladını rahət və qalar əqli səlamət. Başı çəkməz də məlamət. Budur aləmin isvan, budur hali müsəlman. Gərəkdir edə məhdud öz övladını insan. Sən əmma hələ qanma, inanmırsan inanma. Fərəhlən əməlindən, utanmırsan utanma. Ey fələk zülmünə yandır. Bu necə dövri zamandır ki işim ahu fəqandır. Məni yandırma amandır, gözümün əşki rəvandır. Ürəyim dop dolu qandır, hamı qəmdən bu yamandır ki neçə əhli qələmlər buraxıb canıma qəmlər. Qarışıb dərd bəhəmlər, ürəyim indi vərəmlər. Qazete jurnala bu küfür işiyəmlər. Necə cürətlərə qəmlər, yazılıb İslama sitəmlər. Eləyirlər ki gərək aləmi İslamda, hər ölkədə, hər şəhərdə dinar ödirəmlər. Saçılıb məktəbin isvan, açılıb qız balar. Məktəbə hazır olalar, elmdə mahir olalar, fəzidə bahir olalar. Başdan ayağa geyələr, don gedələr məktəbə onun. Tutalar şivey bidət, oxuyub nəhvlə hikmət. Alalar dərsi təbabət, bilələr cümlə kitabət. Edələr yazma adət, itə ismət, bata ifət. Aman eyvah, hay Allah, bu qövm oldu nə gümrah. Bu nə şiveyi ikrah, bu nə zümreyi bədxah. Salıb aləmə pərxaş, bunlarla ola kaş. Düşə başlarına daş. Xudaya bu nə güftar, nə rəftar, nə murdar, nə biyar, fənakarə. Bizi sövq eləmək fikrinə amada olublar. Qıza lazımdır əgər bilmək, o da ev işi, paltar tişi, köhnə yumaq, yunda aramaq, don yamamaq. Səhnü sərana sıvırıb, kasəni qabı üfürüb, küftə kələm dolması, mət halvası, ət boz başı, yal lobyalı aş. Bir dəki təndir lavaşı eyləməyindəndir ibarət ki əgər bunları bilməsə eyb eləməz. Ancaq qıza ən lazım əli 1-2-3 məsələni bilməkdir. Bilsə olur əmrə kifayət. Bir oldur ki gəlin getdi evdə bacarıb qaynataya, qaynanaya çımxıra bilsin ki ona söz deməyə bir kimsədə olmaya cürət. Biri də qayn ilə sahibi mabeyninə bir hadisəyi təfriq edir kim ona dair edə hilət ki 5-3 gündə çox ildən qazanılmış bu qədər mehrü məhəbbət ola təbdili ədavət. Biri həm axırı ən ümdəsi damda bacanın, həm xoxunun xortdanın adlarını bilmək gərək səyə də övrət. Nə qədər faydası var bu işin gər ola diqqət ki əgər ağlayayan ki dəcəlliyə də bir tifl nəhayət. Anası söyləsə bu adları fil fövr edər övladını rahət və qalar əqli səlamət. Başı çəkməz də məlamət.